Salam dəyərli müəllimlər, dəyərli izləyicilər, xoş gördük. Bugün sizə ailə cütlüyü ehtimal məsələlərinə aid bir neçə nümunə göstərmişəm. Telegramda paylaşmışam bu sualları. İndi bu sualların izahlarını verəcəm. Birinci başlayaq. Əvvəlcə qeyd edək ki, bu 5 evli cütlüyün olduğu bir qrupdan 3 nəfəri neçə üsulla seçmiyorlar ki, evli cütlük olmasın. Bu seçimləri necə etmək olar? Deyək ki, bax, evli cütlüklər A1, A2 olsun. B1, B2, C1, C2, D1, D2 və Y1, Y2. 3 nəfəri necə seçmək olar? Evli cütlük olmasın. Bax, 3 nəfəri belə seçmək olar. Deyək ki, bax, hər bir evli cütlükdən bir nəfər seçmək olar. Məsələn, deyək ki, bax, A1, B1, C1 seçmək olar. Sonra A1, B1, C2 seçmək olar. Ona görə biz bunu yazmaq üçün indi bir hamısını saymıram. Sadəcə bir nümunə üçün göstərdim ki, bax, necə seçmək olar. Yəni 5 dənə cütlükdən 3 nəfər seçə bilərəm. Hər birindən ayrı-ayrı. Məsələn, A1, A2-dən bir dənə A1 seçə bilərəm. B1, B2-dən bir dənə B2-ni seçə bilərəm. Və bu cütlüklərdən də bir dənə bəy, bir dənə xanım seçdiyimə görə bunu da seçə bilərəm. Hərəsinin 2 üsulla seçə bilərəm. Bu da olacaq 2, 2-nin kubu qədər. 5-dən 3 eləyir, 10 eləyir. 10 vurursun 2-nin də kubu 8. Doğru cavab 80 üsulla seçmək olar. Birinci sualın cavabı 80 üsulla seçmək olar. Bunu başqa yolla da geniş formada izah etmək olar. Sadəcə bu bunun ən qısa formasıdır. Keçirik ikinci suala. İkinci sualda 5 evli cütlük arasında yenə qeyd edək ki, A1, A2, B1, B2, D1, D2 və Y1, Y2. Bunlar evli cütlüklərdir. İndi bu səfər deyir ki, yalnız bir evli cütlüyün olduğu 4 nəfəri neçə üsulla seçmək olar? İndi elə seçməliyik ki, burada seçdiyimiz 4 nəfərin yalnız bir evli cütlüyü olsun burada. Məsələni belə yazmaq olar ki, burada bir evli cütlüyü, burada bir evli cütlüyü seçməliyik. Bunu neçə üsulla seçmək olar? Kombinizon 5-dən 1 üsulla. Yəni kombinizon 5-dən 1 üsul o deməkdir ki, biz 2 nəfər seçmişik burada. Bir cütlük seçmişik. Qaldı 2 nəfər. Bu qalan 2 nəfəri də biz seçməliyik 8 nəfərdən. İndi 8 nəfərdən 2 seçsəm burada, artıq burada məlum məsələdir ki, evli cütlüklər ola bilər. Çünki C1, C2, D1, D2 da ola bilər. İndi biz bunu belə axtara bilərik ki, kombinizon 5-dən 1 və buradakı bu 4 dənə evli cütlükləri elə seçək ki, o evli cütlük olmasın. Artıq bir cütlük seçdimsə, qaldı burada 2 nəfərim qaldı. Onu isə bayaqki qayda kimi kombinizon 4-dən 2 vurasın. Bir bəy, bir xanım seçdiyimə görə onu da yazacağım 2-nin kvadratı. Bu da olacaq 5-dən 5 vurasın 4-dən 2, 4 vur 3 bölü 2. 6, 2-nin də kvadratı 4. Oldu 5, 6-nın 34-ün 120. Və yaxud da ki, belə də yazmaq olar. 5 evli cütlükdən 5-dən 1 evli cütlük seçdiyim, qaldı 2 nəfəri. Burada ümumi halların sayı nə qədərdir? 8 dənə qalmadı yerdə. Ümumiyyətlə, cütlüklərin arasında bəy xanım 8 dənə hamısı bir yerdə qaldı. 8 dənədən 2 üsulla seçə bilərəm. Amma burada evli cütlük olmasın deyən, orada 4 dənəsi evli cütlükdə. 8 dənədən 2 seçib, çıxaram 4 nəfər. Belə də yazmaq olar. Yəni, bu da olacaq 5. 8-dən 2, 8 vur 7 bölü 2-dir. 28-dən də 4 çıxanda yenə cavab 24. 120. Bax, belə də düşünmək olar. Qısa forması. Hər iki yol doğru yoldur. Amma bu birinci yazdığım yol daha umləşmiş yoldur. Bunu hər zaman tətbiq etmək olar. Keçək 3-cü məsələyə. 6 evli cütlük var burada. A1, A2, B1, B2. Bunları yazıram ki, daha əyanı fikrimi çatdıra bilim. D1, D2, Y1, Y2 və F1, F2. İndi bir qrupdan 2 nəfər seçilmişdir və seçilən 2 nəfərin evli cütlük olması hadisəsinin ehtimalıdır. Artıq ehtimaldan söhbət gedir. Ehtimaldan söhbət edirsə, biz əlverişli və ümumi halları bilməliyik. 2 nəfər seçirəmsə, deməli bizim ümumiyyətlə neçə nəfərimiz var? 12 nəfərə.
kombinezon 12-dən 2 nəfər seçə bilərəm. Amma 2 nəfərin evli cütlüyü olması üçün 6 nəfərdən, 6 cütlükdən 1 cütlük evli ola bilər. O da kombinezon 6-dan 1. 6-dan 1 6 edir. 12-dən də 2, 12 vur 11 bölü 2. Bu da oldu 66'da 6. İxtisar getsə 1 bölünsün 11. Bu hadisənin ehtimalı 11'də 1'ə bərabərdir. Keçirik 4-cü suala. 4-cü sualda 6 evli cütlük var. A1, A2. Yazıram B1, B2, C1, C2. Y2 və F1, F2. Deyir ki, 3 nəfər seçilmişdir və seçilən arasında evli cütlüyün olması hadisəsi. İndi ehtimal bərabərdir. Ümumi hallar 6 evli cütlük, yəni neçə nəfər burada var? 12 nəfər var. 12 nəfərdən 3 nəfər seçmişəm. Və 3 nəfərin içində bir evli cütlük olması, yəni buradan bir evli cütlük seçmək üçün kombinezon 6 cütlükdən bir nəfər seçə bilərəm. Bir cütlük seçə bilərəm. 6-dan bir cütlük seçmək, yəni 2 nəfər seçmək deməkdir. Qaldı 1 nəfər seçmək. 2 nəfəri artıq seçdim. 2 nəfəri də yerdə qalan 8 nəfərdən 8 yox, 5 cütlük qaldı. 10 nəfərdən bir üsulundan seçə bilərəm. Yəni məlum məsələdir, yerdə qalan 10 nəfərdən 1 nəfəri seçsəm, 1 nəfər seçdiyimə görə artıq bu 3 nəfərin içində onsuz da yalnız bir evli cütlük olacaq. Bu olacaq 6 vur 10. 12-dən 3-də 12 vur 11 vur 10 bölünsün 1, 2, 3. Yəni 6. Burada ixtisarlara aparaq. 6 vur 10. 12 ilə 6 ixtisar getdi qaldı. 2 vurursun 11 vur 10. Onlar getdi. 2'lər də buradan getdi qaldı 3. Oldu cavab 3 bölünsün 11. Keçirik 5-ci suala. 5-ci sualda 6 evli cütlüyün olduğu bir qrupda qeyd edirəm. B1, B2. Bunlar evli cütlüklərdir. Y1, Y2. F1, F2. İndi 4 nəfər seçilmişdir və yalnız bir evli cütlüyün olması hadisəsidir. Əlverişli hallar yalnız bir evli cütlüyün olması hadisəsidir. Ümumi hallar isə 6 evli cütlükdən 4 nəfər seçilibsə, kombinezon 12-dən 4 üsulundan seçə bilərəm. Yalnız bir evli cütlüyün olması üçün bu 6 cütlükdən mən bir cütlük seçə bilərəm. Kombinezon 6-dan 2. Üzr istəyirəm 6-dan 1. Bir nəfər, yəni daha doğrusu 6-dan 1, yəni 2 nəfər seçdim. Qaldı 2 nəfərim. Bu 2 nəfəri də ya yaza bilərəm ki 1, 2, 3, 4, 5 cütlükdən 10 nəfərdən kombinezon 10-dan 2 üsulundan seçə bilərəm. Minus 4 nəfər. Yəni evli cütlük olmasın. Belə də yaza bilərəm. Ya da ki belə yaza bilərəm. Kombinezon 5-dən 1, 2, 3. Burada neçə cütlük qalıb? 5 dənə cütlük qalıb. O 5 dənə cütlükdən 2, 2 seçərəm. Hər seçəndə də bir dəfə B, bir dəfə də xanım seçə bilərəm. Ona görə vurursun 2-nin kvadratı qədər olacaq. Olacaq belə. Kombinezon 6-dan 1, 6, 5-dən 2 edir 10, 2-nin kvadratı 4. Kombinezon 12-dən də 4 də 12 vur 11, vur 10, vur 9, bölünsün 1, 2, 3, 4. 2, 4, daha doğrusu 3, 4, 12 edir. 12'lər getdi buradan ixtisar. 2, 10, burada qaldı 5. Bərabərdir. Surətdə nə qalıb? 6, 14, məxrəcdə qalıb 11, 5, 9. 10 ilə 5 ixtisar getdi qaldı burada 2. 6 ilə ixtisar getdi 9'a qaldı. Burada 3 qaldı. Burada da 2 qaldı. Deməli, məxrəcdə qaldı 33. Surətdə 2-nin 4, 4, 4-ün də 16. Belə bir cavab qaldı. Keçirik növbəti 6-cı suala. 6-cı sualda yenə 6 evli cütlük var. Seçilənlər arasında 2 evli cütlüyün olması hadisəsinin ehtimalını soruşur. Yəni 4 nəfərdirsə 4'ü də yəni 2-2 qruplaşdırıb hər ikisi evli cütlükdir o mənada. Burada da qeyd eləsəm ki A1, A2, B1, B2 yazıram, C1, C2, D1, D2,
Y1, Y2, F1, F2. Ümumi halların sayı bayaq qeyd elədik ki, komizon neçədir? 6 evli cütlük, yəni 12 nəfərdir. Yazaq burada komizon 12-dən 4. Amma seçilənlər arasında 2 evli cütlüyün olması. Seçilənlər arasında yəni 4 nəfər seçmişəm, 4-dən də 2 evli cütlüklər var burada. Yəni bunu seçmək üçün komizon neçə burada evli cütlük var cəmi? 6 evli cütlükdən 2 dənə cütlük seçə bilərəm. 6-dan 2. 6-dan 2 seçmək, yəni 6 cütlükdən 2 nəfər cütlük seçmək, elə 4 nəfər seçmək deməkdir. Bunun cavabı 6-dan 2, 6 vur 5 bölü 2-dir, 15 eləyir. Komizon 12-dən 4 elə burada hesabladım. 12-dən 4 neçəyə bərabər oldu burada? Məxrəc burada 11, 3-4 ixtisar getmişdi burada. 11, 5, 9 idi. Məxrəcdə 11, 5, 9. 5, 9-un 45 eləyir. 45-dən 15 ixtisar getdi. Qaldı burada 1 bölünsün 33. Geçirik 7-ci suala. 7-ci sualda 7 evli cütlüyün olduğu qrupdan 4 nəfər seçilmişdir. Yalnız bir evli cütlüyün olması hadisəsinin ehtimalını soruşur. Məsələni qeyd edək. D1, D2, Y1, Y2, F1, F2 və tutaq ki olsun ki J1, J2. 3, 4, 5, 6, 7 cütlüyü var. 4 nəfər seçilib. 4 nəfər seçilibsə, bu deməkdir ki, 7 evli cütlükdə 14 nəfərdən 4 nəfər seçmişəm. Yalnız bir evli cütlüyün olması. Yalnız bir evli cütlüyün, yəni mən burada bir evli cütlük seçmişəmsə, bunu komizon 7-dən bir üsulundan seçə bilərəm. Seçdim tutaq ki, mən hər hansı birini seçdimsə, qaldı mənim 6 evli cütlüyüm. Və 6 evli cütlükdən də mən 2 nəfər seçməliyim. Bunu belə eləyə bilərəm. Ya eləyə bilərəm ki, neçə nəfərim qalıb mənim burada? 12 nəfərim qalıb da burada. Cəmi. 12-dən 2 nəfər seçərəm. Və bunların içində cütlüklər neçə nəfərdir? 6 dənə cütlükdir. Bu 6 cütlüyü çıxıram ki, yəni burada yalnız bu seçdiklərim evli cütlük olmasın. Çünki bir evli cütlük 7-dən bir əvvəl bunu seçmişəm. Bunlar evli cütlüklərdir. Bu seçdiklərim isə 2 nəfər evli cütlük olmasın. Ona görə 6-nı çıxıram. Ya da ki, başqa yolu da belədir ki, 7-dən biri seçdim, qaldı 6 cütlük. 6 cütlükdən mən 2, deməli neçə nəfər seçməliyəm? 2 nəfər seçməliyəm. Necə 2 nəfər? Məsələn, B1, C1 seçə bilərəm. B1, C2 seçə bilərəm. Bax, elə seçməliyəm ki, buradan evli cütlüklər olmasın. Bir də ki, bir dəfə bəy, bir dəfə xanım seçdiyimə görə vurulsun 2-nin kvadratı qədər olacaq. Bərabər hesablama aparım burada. Hesablama aparsam, demək, biraz uzun dərə hesablama ola bilər. Komizon 7-dən 1, 7 eləyir. 6-dan 2, 6 vur 5 bölü 2, 15 eləyir. 2-nin kvadratı 4. Komizon 14-dən 4-də 14 vur 13 vur 12 vur 11 bölünsün. 1, 2, 3, 4. 3, 4, 12 elədi. 12 ilə ixtisar getdi. 2 ilə 14 ixtisar gedir. Qalır 7. 7-də burada 7 ilə ixtisar getdi. Surətdə qaldı 60. Məxrəcdə qaldı 13 vur 11. 13-də 11-ə vuranda elə 143 eləyir. Doğru cavab 143-də 60 olacaq. 8-ci sual. 7 evli cütlüyün olduğu bir qrupdan 5 nəfər seçilmişdir. Yazaq ki, A1, A2, B1, B2. Məsələ həllində əyanilə çox diqqət verirəm. Yəni, əyani olanda məsələ daha yaxşı başa düşülür. Başqa formada yazsaq, o artıq formal olur da. 3, 4, 5. 5. Bir dənə yazaq F1, F2. Bir dənə də yazaq J1, J2. İndi burada 5 nəfər seçilmişdir. 5 nəfər seçilibsə, demək, ümumi 7 cütlük var. Yəni 14 nəfərdən 5 nəfər seçmişəm. Yalnız 2 evli cütlüyün olması. Yalnız 2 evli cütlük varsa burada, mən buradan 2 dənə evli cütlük seçirəm. 2
2 evli cütlüyü seçmək üçün mən kombinezon 7-dən 2 üsulundan seçə bilərəm. Yəni 2 cütlüyü seçmək o demək ki, mən artıq 4 nəfər seçdim. Qaldı 1 nəfərim. 1 nəfəri də neçə üsuldan seçə bilərəm? Yerdə qaldı mənim 1, 2, 3, 4, 5 cütlüyüm qaldı. O 5, yəni 10 nəfərim qaldı. Bunu da 10 nəfərdən bir üsuldan seçə bilərəm. Bu da bərabər. Kombinezon 7-dən 2, 7 vur 6 bölü 2, 21, vurulsun 10. 14-dən 5 də 14 vur 13 vur 12 vur 11 vur 10 bölünsün 1, 2, 3, 4, 5. 2, 5, 10 ilə ixtisar etdi. 3, 4, 12 eləyir. 12 ilə ixtisar etdi. Qaldı nə? 21 vurulsun 10 qaldı. Məxrəcdə qaldı 14. Vur 13, vur 11. 11. Sonra ixtisar gedir. 21 ilə 14 ixtisar gedir. 7 gedir 3. 7, 2, 7. Sonra 2 ilə 10 ixtisar getdi. 5. Burada da 2'lər getdi. Qaldı neçə? Surətdə 15 qaldı. Məxrəcdə də 13 vurulsun 11. 143 qaldı. 143'də 15 olacaq. Bu hadisənin ehtimalı belədir. 9-cu məsələ. 7 evli cütlükdən bir qrupdan 4 nəfər seçilmişdir və arasında evli cütlüyün olmaması hadisəsi. İndi burada qeyd edək ki, hadisənin ehtimalı bərabərdir. Neçə nəfər seçilir? 4 nəfər. 7 evli cütlüyü eləyir nə qədər? 14 nəfər. Kombinezon 14-dən 4 nəfər seçilir. Evli cütlüyün olmaması üçün demək ki, belə seçməliyik biz. 7 evli cütlükdən 4 nəfər seçməliyəm. Vurulsun 2 üstü 4 qədər. İndi ben bunu belə formalla yazsam da izahı budur ki, A1, B1, A1, A2, B1, B2, C1, C2, D1, D2, Y1, Y2, nə deməkdir bu evli cütlük olmasın? Yəni bu kombinezon 7-dən 4 o deməkdir ki, yəni mən bu 7 cütlükdən 4 nəfəri nətər seçməliyəm? Seçməliyəm, məsələn yazmalıyam ki, A1, B1, C1, D1. Bax bu seçdiklərim evli cütlük deyil. Hamısı bəylərdir. Bir dəfə də seçə bilərəm A1, B1, C1, D2. Yəni biz bir dəfə bəy seçdim D1, yanındakı D2 də xanımdır. A1, B1, C1 bəy, bir dənə də xanım. Mən ona görə yazmışam ki, bunları 7-dən 4 üsulundan, 7 cütlüyü 4-4 seçə bilərəm. Bu 2 üstü 4 nə göstərir burada? Bu bir dəfə bəy, bir dəfə də xanım. D1, D2. Ona görə hər dəfə seçəndə bir bəy xanım seçirəm. Yəni kombinezon 7-dən 4 üsulla seçəndə artıq burada növbəti dəfə məsələn ola bilər A1, B1, məsələn Y1 ola bilər, A1, B1, C1, Y2 ola bilər. Hər dəfə dəyişir bu. Və hər dəfə dəyişdikcə, yəni məsələn kombinezon 5-dən 3 üsulla seçmişəmsə, bu deməkdir ki, vurulsun 2, vurulsun 2, vurulsun 2 sayda da bəy xanım seçə bilərəm. 7-dən 4 olduğuna görə buradan 4 dəfə də 2-yə vururam, bir dəfə bəy, bir dənə xanım seçirəm. 7-dən 4 nədir? 7-dən 3-ə bərabərdirlər. 7-dən də 3, 7 vur 6 vur 5, bölünsün 1, 2, 3. Vurulsun 2 üstü 4, 16 ilə. Kombinezon 14-dən 4-də 14, 13, 12, 11. Bu da ki 1, 2, 3, 4. Bərabər qoyub hesablayaq bunu. İndi burada ixtisara getsə nə qalacaq? 2, 3, 6 ixtisar getdi burada. Sonra 3, 4'ün 12, 12 ixtisar getdi. 2 ilə 14 ixtisar getdi. 7 qaldı burada. Məxrəcdə qaldı 7 vurulsun 13. Bir də 11. Surətdə nə qaldı? 7 vurulsun 5 vurulsun 16. 7'lər ixtisar getdi. 5, 16'nın 80. 13'ü 11'ə vuranda 143. Hadisənin ehtimalı 143'də 80'ə bərabərdir. Və sonuncu sualımız. Burada bir gruptan 6 nəfər seçilmişdir. Seçilen arasında yalnız 2 evli cütlüyün olması hadisəsi. Burada da
6 nəfər seçilibsə, onda P bərabərdir. Ümumi hal kombinezon 14-dən 6-dır. Yalnız 2 evli cütlük varsa burada kombinezon 7-dən 2 dənə cütlük seçirəm. Yəni 7-dən 7 cütlükdən 2 cütlük seçmək o demək ki, mən 4 nəfəri seçdim. Qaldı mənim 2 nəfərim. O 2 nəfəri də belə seçirəm. 7-dən 2 cütlük seçdim, qaldı 5 dənə cütlük. O 5 dənə cütlükdən belə yazacağım. Kombinezon 5-dən 2, bir də ki, bir bəy, bir xanım seçə bilərəm. Ona görə 2-nin kvadratı yazıram. 7-dən 2, 7 vur 6 bölü 2, 21. 5-dən 2, 10 edir, 2-nin kvadratı 4. 14-dən 6-nı da yazaq ki, 14. Demək, 14 vur 13 vur 12 vur 11, 10 vur 9. Bölünsün 1, 2, 3, 4, 5, 6. Burada ixtisarları qeyd edək. 2 ilə 3 ilə 4, 12 getdi ixtisara. 2, 5, 10 ilə ixtisara getdi. Nə qaldı burada? 6 ilə 9. 6 ilə 9 ixtisar gedir, 3-ə qalır 3. Burada qalır 2. 2 ilə də 14 ixtisar gedir, qalır 7. Qaldı burada belə. Məxrəcdə qaldı 7 vur 13 vur 11 vur 3. Surətdə 21 10 vur 4. 21 7 ixtisar getdi 3-ə. 3-lər də buradan ixtisar getdi. Qaldı 14 40 bölünsün 143. Belə dəyərli izləyicilər, bu da ailə ehtimal məsələsidir. İnanıram ki, izahlarım faydalı oldu. Çox sağ olun. Sona qədər izlədiyinizə görə növbəti videolarda inşallah görüşənədək.